Salam hər kəsə, Material kanalındasınız. Bugün kamera qarşısına keçməyimin səbəbi 7 iyun qəbul imtahanıdır. Yəni bu imtahandır. Bu haqda təəssüratlarımı bölüşəcəm və biraz prosesin necə keçdiyindən danışacağım. Çünki çoxdan video atmıram. Başlayalım. Ümumiyyətlə imtahan belə pis keçmədi. Düzdür, gözlədiyimdən aşağı oldu. Gözlədiyimdən yuxarı oldu. Yəni birinci imtahan üçün mən belə deyim. Əsas ümidim ikinci imtahana idi. Niyəsə soruşsaz biraz özgüvənsiz yanaşırdım bu blok imtahanına. Niyəsin bilmirəm. Yəni açığı içimdən gələn bir şey idi ki, niyəsə alınmayacaq, niyəsə olmayacaq kimi bir şey var idi. Əslində çalışdığım qədər çalışmışdım, yəni əmək vermişdim buna, amma hardasa insan bəzən əmək verəndə də qarşılığını almayacağını falan düşünür. Hansı ki buraxılışda da belə olmuşdu, amma yəni pis bir nəticə gəlmədi. Yaxşı bir nəticə idi. Və blok imtahanında da belə ümid edəcəkmişdim, amma yəni fəlsəfəmiz nə idi? Buydu. Yəni Tatakaya. Orada nə olur olsun, axıra qədər eləyəcəydim, vuruşacaqdım və bacardım da. Amma hardasa fərqli fikirləşmişdim. Mən fikirləşmişdim ki, vaxt bölgüsündə problem yaşayacağımı bilirdim. Çünki buraxılışda yaşamışdım. Acı buraxılışda yaşayan blokda da yaşayacağam. Çünki blok biraz daha vaxt alan fənlərdir də. Fikirləşmişdim ki, fizikanı 45 dəqiqəyə, kimyanı hardasa bir 50 dəqiqəyə, çünki kimyadan biraz zəifliyim var idi. Riyaziyyat qalan bütün müddətdə riyaziyyat qurtardım. Çünki mən hələ indiyə qədər 60 dəqiqəyə, yəni 1 saata riyaziyyat qurtarmamışam. Bir dəqiqə gətirin bu kitabı. Bir dəqiqə. Mən qəbul sualları PDF-ini işləmişdim deyə açıb bir də qəbulları işləməyə vaxt itirmək istəmədim. Çünki zaten o sualları mən bir-bir işləmişdim. Yəni mövzu işləmişdim, ümumi işləməmişdim, amma eyni sualı iki dəfə görmək. Ona görə yəni bu sınav kitabını işlədim. Süleyman müəllim bizə verdiyi kitabdan işləyirdim və buradakı hər hansı bir sınavı, yazdığım hər hansı bir sınavı mən bir saata yazmamışdım. Yəni isbat qarışıq hardasa 1 saat 10 dəqiqə, 1 saat 20 dəqiqə alırdım mən. Niyə söyləyirəm? Ümumiyyətlə riyaziyyat çox ləng işləyirdim. Niyə olduğunu bilmirəm yəni. Ya problem də zaten burada yaşandı mən. Bunu işləyirdim. Hardasa heç buradan da hələ 30-30 yazdım. Bir sınavdan 30-30 yazmışdım. O biləndə hardasa nəsə olurdu. Mövzu əski olmurdu. Nəsə görmürdüm, nəsə səhv vururdum, nəsə səhv bölürdüm və gəlirdi çıxırdım 28, 29, 27-də. Belə şeylər olurdu. Arada isbat yaza bilmirdim və hətta isbatda mən çox ümidsiz girmişdim imtahana. Fikirləşdim ki, riyaziyyat zaten 60 dəqiqə qalsa mən yaza bilməyəcəm, çatdıra bilməyəcəm, adım işim əmindim və gəldi qaldı. Fizikaya 45 dəqiqə fikirləşmişdim, fizika 1 saatı keçdi, niyə bilmirəm. Ümumiyyətlə çox özgüvənsiz yazdım, belə deyim. Buradakı fizika sualları var. Çox qaralamışam. Niyə görə çox qaralamışam? O qədər belə əmin deyiləm ki, burada hesablamamın düz olduğunu. Məsələn, burada şeydə işıq kvantlarında foto, yəni normal Einstein'in foto effektini düsturdu da, yadıma bu düsturun. Yəni foton enerjisi çıxış işi ilə, foton çıxış işi ilə və onun aldığı maksimal kinetik enerji sürətinin cəminə bərabərdir də. Yəni bu bəsit bir düsturdur və yerinə qoyub yazmaq lazımdır. Amma rəqəmlər biraz pisdir də. Mən o rəqəmləri 3 dəfə hesablamışam. Yəni bu nəyin özgüvənsizliyidir başa düşmürəm. 3 dəfə hesablamışam və 3 sualın vaxtını bir suala sərf eləmişəm. Və eyni şeyi hansı ki burada diffraksiya qəfəsində də eləmişəm. Yəni nə var bu suala adama deyərlər. Sonra burada Lorentz-də eləmişəm. Amper qüvvəsində eləmişəm. Hamısı düz çıxıb çıxmağına. Hansı ki ikinci dəfə hesablayanda da eyni cavab almışam. Amma bu hansı özgüvənsizliyi bilmirəm ki, nə isə mən səhv eləyərəm. Nə isə mən işarə səhv eləyərəm, bölərəm. Nə bilim 16-nı 2-yə vuraram, 48 taparam kimi şeylər. Fizikada, yaxşı fizikada necə keçdi onu deyim. Fizikadan burada atom fizikasındakı sual, nukleonların orada nəsə problem yaşadım. Mən bilirəm ki, beta çevrilmə sıfırın mənfi bir əddə. Amma mən bunu solda fikirləşməməliyəm, sağda fikirləşməliymişəm. Mən Pirusdakı orada kiçik bir diqqətsizlik elədim və problem gəldi buna çıxartdı. Biri düzdür, biri səhvdir, amma nəysə. Sonra bir də bu iki sual düzdür, bu ətraflardan. Üçüncüdə burada bunun izobarik proses olduğunu qeyd etmişəm. Amma qrafiki hardasa düzgün çəkmədiyimi düşünürəm və çəkmişəm qrafikdə. Üstünə məsələn 0.4 Q-yə A yazmışam. Hansı ki 0.4 Q-nü zaten bizə burada 100 verib, 0.4 Q-də 40 joule olmalıdır. Götürüb 40 joule burada qeyd etməmişəm. Amma məcəyə 0-da verməzlər buna. 3-də 1-dən, 3-də 2-dən zaten verərlər. Nəysə, yəni problem yox. Hardasa 140 bal falan eləyəcək böyük ehtimalla fizika. Bir dəqiqə 0 verirsə 140 eləmir, amma nəysə. Sonra keçdim kimya. Kimya 28.5-ə 30-dur. Necə 28-dir? Burada sual var. Bir dəqiqə. Hansı tərcümədə karbon var? Mən bilirdim ki, burada silan silisium H4-dür. Kvars qumu silisium O2-dir deyəsən.
Pirit də verilmək içidir. Təbii cipsdən çay sodasının arasında qaldım. İkisinin də formulu yadından çıxmışdı, qarışdı. Bir dedim ki, birində SO4 var, birində CO3 var. Dedim, təbii cips çox karbon vibe verir mənə. Yəni bərk bir şeydir, karbon vibe verir. O da təbii cips yazmışdım, çay sodası çıxdı. Əlaqəsiz bir şəkildə də. Sonra qalan hamısı düzdür, ətraflarına qarışıq. Bir dənə burada alken alka deyəndə mən fikirləşim, mən bilmədiyim şey deyil. Alkenin ikinci nümayəndəsi Alkenin birinci nümayəndəsi 2-dən başlayır da. Mən götürüb 3-cü nümayəndəsində C3H6 yazmışam. Halbuki C4H8 yazmalıydım da. Çünki 2-dən başlayır axı. Amma alken alkadenin formullarını yazmışam. Hesablamam falan düzdür. Sadəcə nümunə səhvdir. Ümid eləyirəm ki, 3də 1 verərlər heç olmasa. Buna amma verməsələr də sıkıntı yox. Artıq burada 90 bal falan edir. Kimya. Sonra keçirik riyaziyyata. Mən riyaziyyata ayırmışam. Burada lövhəyə falan da yazmışam ki, mən 1 saat 20 dəqiqə riyaziyyata vaxt ayırmalıyam. Amma mən girdim 50 dəqiqə qalmışdı riyaziyyata. Yəni amma belə pes etmədim də çünki bilirəm şans da var, şans imtahanı da var. Amma birdən şans çətin düşdü və mənim sonra şansım oldu. Gördüm birbaşa girdim açıqlardan. Birinci ehtimaldan girdim, ehtimal gözümə dedi. Ehtimalı yazmışam, 13-də 5 tapmışam. Sadəcə burada biraz başım qarışmışdı. Amma tapa bildim nə yəni. Bir yoxlam tapdım. Amma biraz buna artıq vaxtım getdi. Niyəsə görə bilmirəm. Çox ləng işləyirdim. Yəni beynim biraz slow motion'a keçmişdi. Yəni qənaət rejimində işləyirdi elə bil. Bu sualı nədir onun adı? Gec yazdım. Sonra keçdim bu silindr sualını isbat haqqında saxlamışdım. İsbat gördüyüm ki, çətin isbata oxşamır, asan isbatdır. Və bu arada bir dəqiqə yox, qarışdırdım. Elə bildim ki, bizə buraxılışda bu məzunlar buraxılışda çevrə sualındakı sualdakı xassəsə bu isbata oxşur, amma elə deyilmiş. Amma mən bu isbatı hardasa görmüşəm, yadıma düşür. Hardasa görmüşəm, yadımdan çıxdım. Nəysə. Bu heç, bu buraxılışdır. Bu qəbuldan danışım. Ehtimalı yazdım, sonra bunu seçdim. Bunu yazdım, biraz verilənləri gözümün qabağına qoyub yazdım. Bu da düzdür, oxşarlığı da qeyd edim, bucaq, yəni BBB əlamətinə görə də oxşarlığı qeyd edim, всё. Nisbətlədim, yazdım cavabı. Biraz şübhəli yanaşdım buna da. Dedim 13-15 yaxşı rəqəm oxşamır, amma düz tapmışam. Keçdim isbata, isbatı da elədim. Hətta xassələri belə yazdım, yəni 3 bucaqda 2 daxili bucağın cəminin bir xarici bucağa bərabər olması əlamətindən getdim falan. Hətta ona razı olmasalar belə başqa yəni erləri çəkib bərabərləşdirmişəm. Nəysə də bu isbata da telefonumun yaddaşı yanında oldu. Nəysə. Ha, bir də bu kamera ayarlayamıram mən. Aha. Hə, harda qalmışdım? İsbat. İsbatı da yazdım, amma nə təəssüf ki, nə təəssüf ki, nə deməliyəm. Nəysə. Hə, bu 3 suala. Hətta bir 20 dəqiqə mənə getdi. Bir dəfə belə yazırdım. Və əmin olmaq üçün hesablama, məsələn bu ehtimal sualının hesablama səhvi eləməməyim üçün 4 dəfə dalbadal yazmışam sualı. Bax, bir dəfə bura yazdım, bir dəfə bura jübləri seçdim, jübləri bir yoxladım, kombinasyondan falan getdim. Bir dəfə cavab kartla yazmışam. Bir dəfə də bilmirəm harasa yazdım bir dəqiqə. Nəysə, işte yazdım da, çox yazdım buna. Ona görə buna çox vaxtım getdi. Bunu tez yazdım, isbatı da, yəni tez isbatı yazdım. Belə. Bunlara bir 20 dəqiqə vaxt getdi. Yarım saata mən 27 sual qapalım var idi də, yəni. Amma dedim yəni Tatakaya, yenə Tatakaya. Bura bu ətraf şeyə girmədim, uyğunlaşdırmaya. Çünki Süleyman müəllim axır canınıza demişdi ki, nəsə o da zaten onu da özüm də bilirdim, amma yəni də o anda o ağlıma gəldi. Demişdi ki, bu sualları axıra saxlayın ümumiyyətlə. Bu bir sualın balını verir. Bir də ki 3 suallıq şey soruşur səndən. Nəyinə lazımdır? Sonra bunu yazdım. Başladım arxadan girdim hə. Hər nəsə belə davam elədim yazmağa. Amma çox sürətli yazıram da. Yəni yoxlamıram. Yazıram, kodlaşdıram. O dərəcə edirəm. O belə fizikal kimyəni eləməmişdim. Yazdım, sonra baxa-baxa kodlaşdırdım. Riyaziyyatda amma birbaşa yazan kimi kodlaşdırıram. Baxmıram ki, mən orada işarə səhv eləməmişəm, bəlkə səhv oxumuşam suala, bəlkə başqa şeydir. Baxmıram ona. Birbaşa yazıb kodlaşdırıram ki, əlimdən gəlir, ən yaxşısını eləyim riyaziyyatda ki, belə olsun. Nəsə belə yazdım. Bu törəmə sualına cəsəbirlə məktəbdən sonra çıxan kimi ağlıma gəldi ki, bu nətər olur. Amma halbuki burada yaza bilmədim. O anda beynim kilidlənmişdi. Biraz da əlim riyaziyyatı soymuşdu. Axır günlər xəstə idim. Riyaziyyat çalışa bilmirdim ümumiyyətlə. Və komple özümü fokuslayıb riyaziyyata çalışa bilmirdim. Yəni özümü riyaziyyata verə bilmirdim. Fizika kimya oxuyurdum onun əvəzinə. Biraz fərqlidir, yəni dallar biraz fərqlidir. Fizika kimya adam başına o qədər yormur. Nə cəhətdən? Sən riyaziyyata gedişi görmək daha beyinə sancı verən bir şeydir. Nəinki kimyada, fizikada. Bilirsənsə yazırsan da. Ona görə özümü riyaziyyata biraz verə bilmirdim. Əlim də soymuşdu. Əlim soymağımın nəticəsi nədir? Sən
Əlimi soymağın nəticəsi odur ki, mən bu riyaziyyatı çatdıra bilmədim. Daha sürətli yaza bilərdim halbuki, amma yaza bilmədim. Yəni nəticədə belə bir şey oldu. Nəsə gördüm bu tərəfdən girmir, bu törəmə sualını yaza bilməyəndən sonra qayıtdım əvvələ. Birinci sualdan başladım yazmağa. Hə, buradan başladım yazmağa, gedir. Heç dayanmadım yəni. Getdi, integral da yazdım. İntegral düz yazmışam hə. 64-ü. Hədə düz yazmışam. Bu niyə sorğuladım ki mən evdə? Hə, belə gəldi. Hər hansı bir problem olmadı. Mən problemi harda yaşadım? Bu piramida sualında yaşadım. Çəkdim 1 dəqiqə falan qalmışdı imtahanı qurtarmağına. Dedim ki, bəlkə bunu alındıra bildim də. O da nəsə alınmadı. Alındıra bilmədim. Bunları yazdım. Qalan bir şey problem olmadı. Hə. Deməli vaxt bitdi və mənim 5 dənə qapalı sualım qaldı. Hansılar qaldı? Bu törəmə sualı qaldı. Baxa bilmədim o suala. Sonra qaldı bu piramida sualı. Ondan sonra qaldı piramida sualı, törəmə sualı. Qaldı bu funksiya sualı. Bu rusların kitabına götürmüşlər deyəsən o sual. Nəsə bunun da qaydasını bilirəm. Mən bilirəm ki, bunların ikisinin orta nöqtəsi m-dən n-i verməlidir. Bu m-i bir də n-i verməlidir. Yəni x-i m-i y-i verməlidir. Amma o anda ağlıma gətirib qoya bilirəm. Çünki uzun gedəcəyimi bilirdim. Yəni təxmin edirdim bu sual uzun gedəcək və mən bunu yazacağım əvəzə 2-3 sual yazıram. O anda egomu tatmin etməyin üstünə getmirəm də. O anda çıxarda biləcəyim ən maksimal balı çıxartmağa çalışıram. Bunu yaza bilmədim. Sonra buna vaxtım çatmadı. Ümumiyyətlə baxa bilmədim bu suala. Buna baxmışdım, nəsə ertələmişdim ki, axırda yazaram. Da axıra qalmadı bu. Buna vaxtım çatmadı. 1 2 sual. 3 sual bu törəmə, bir də bu uyğunlaşdırma sualı 4 sual. Oha, mən 4 sual yaza bilməmişəm. Bir dəqiqə. 1 2 3 4. 4 suala baxmamışam mən ümumiyyətlə. Hə 5-də bir də piramida sual, 5 sual. 5 suala ümumiyyətlə baxa bilmədim də. Yəni buna baxa, yəni bir də piramidanı çəkmişəm, qeyd elədim, aldılar əlindən. Özdə ki, mən ortada oturmuşam. Gəlib birbaşa məndən alır. Qardaş, bir qıraqdan başladı almağa. Məndən niyə alırsan? Bu bəlkə mən o piramida sualı yazacaqdım o müddətə. Nəsə bunlara vaxtım çatmadı. 5 suala vaxtım çatmadı. 25 sualı yazdım. Və 25 sualın 25-i də düzdür. Yazamadıqlarım qaldı. 25 sual isbat qarışıq. Ətraflıları da daha ətraflı yazdığım üçün onlara bal kəsəcəklər düşünmürəm. Bütün elementlər telefonumun yaddaş təzədən də oldu. Nəsə harda qalmışam yadımdan çıxdı. Hə, 5 sual yaza bilmədim riyaziyyatdan. Fizikam oldu 20, bax bir dənə qapalı, bir dənə də fizikadan danışdım. Hə, fizikadan danışdım. Fizikanın o ətraflı qrafikə görə məncə yarı bal verəcəklər, amma prosesi qeyd etmişəm, ona 0 verməyəcəklər hardasa. Hardasa 140 bal fizika eləyir, 90 bal kimya eləyir və 5 sual yazmamışam. 4.55-i də 5-ə vuranda neçə eləyir? 4.55 5-ə vuranda 20 oradan, 22 oradan, 22 onda 2, 22 onda 2, 150-dən də 22 onda 2 çıxanda hardasa 128, 127 falan eləyir. Nəsə 127 riyaziyyat eləyir, 140 fizika eləyir, 90 da bu eləyir. Bunlar da toplayan neçə edir yadımdan çıxdı. Nəsə ümumi hardasa 630-dan artıq yuxarı bir bal eləyir. Yəni ümid eləyirəm ki, düz kodlaşdırmışam. 630-dan yuxarı bir bal eləyir. İndi erkənci danışmaq istəmirəm, zaten ikinci hazırlaşam. Hədəfimə mən Adana riyaziyyatını istəyirəm. Bu da 640 bal. Düzdür, Süleyman müəllim deyir, ballar düşəcək, amma yenə də adam işi şansa qoymamalıdır da. İşimi şansa qoymuşam biraz amma, nəsə. Çox qəşəng zarafat idi. Onun üçün də çalışmağa başlayacağam. Başlayacağam deyə başlamışam. Belə, blok təəssüratlarım bunlar idi. Fikrimcə elə də çətin imtahan deyildi. Yəni bu imtahandan istifadə edə bilmədim. Keçənkindən hardasa ortalama bir imtahan idi. Yəni fikirləşmirəm ki, çətin idi. Fikirləşmirəm ki, dəhşət asan idi. Amma aslında biraz yaxın bir imtahan idi məncə. Sadəcə çıxardacağım bal buradan 380 bal ola biləcəkkən, yəni gözümün qabağında bu piramida sualı yazılan sualı idi. Evdə baxan kimi çıxarda bildim məsələn. Sonra bu funksiya sualını da çıxarda bilərdim çünki xassəni bilirdim burada. Loqaritma sualı da yazıla bilərsə sualı idi. Hə, uyğunlaşdırma sualı, yəni uyğunlaşdırma sualı konkret seres sualı idi. Yəni sadəcə gözümə böyük gördüyü üçün yazmadım o anda. Bəlkə də onu yazardım. Uyğunlaşdırma sualı idi. Nə gəlib çıxacaqdı. Riyaziyyat cavablandıracaqdı 140 bala. Artıracaq idim balımı. Məsələn 90 kimyada bu alken sualını yazsaydım, alken sualı diqqətsizlik eləməsəydim, bu da mənə bir 6 bal gətirirdi. Gəlirdi, çıxırdı. Yəni mən ümumi balım 650-yə.
Amma təəssüf ki, alım, yəni bu imtahanda olmadı. Qalırıq ikinciyə. Yəni eləyə biləcəyim limitinə çatdım. Yəni belə deyim. Yəni əlimdən bilgi, savad olaraq, oxumaq olaraq bir şey gəlmir artıq. Sadəcə sürətimi artırmaq məcburiyyətindəyəm. Amma bilmək olmaz, bəlkə də ikinci şansı daha çətin suallar riyaziyyatı yaza bilmədim. Bəlkə də fizikanı daha çətin suallar, ya da kimyanı daha çətin suallar. Aydın ki, birini daha çətin eləyəcəklər. Yəni görünür bu, iki imtahanda səviyyəti eyni olmaz. Birində hər bir fərqli çətinləşdirəcəklər də, yəni aydındır ki. O da hansı olacaq bilmək olmur. Mən hələ fizika çətin imtahan görməmişəm indiyə kimi. 2023-cü çətin idi, bir az çətin idi. Yəni dəhşətli, wow çətin deyildi. Birinci şans özü, ikinci şansı rahat idi. Məsələn, indi bir dənə baxım. Fizikadan bəlkə də barmaqla sayıla biləcək orada qəbulda və topluluqda olmayan sual var idi. Qalan hamısı topluluqdan qəbullarına götürülmüş suallar. Məsələn, 2023-ün ikinci qəbula neçə yazmışam deyim. Yəni belə çətin. Məsələn, 2024-ün ikinci şansı biraz zorlayıcı idi, biraz zorlayıcı idi. Yəni deməyim odur ki, bir dənə 2023-ə baxın. 2023. Ha, 2023 qəbul birinci şans. Buradan yazmışam mən 27 dənə. Açıq eləməyəcək, bu sual olan, bu sual olan. Bu. Buradan açıqlamanı düz vermədiyim üçün özümə 0 verirəm. Çünki orada artan təcili deyildi, mən artan təcili yazmamışdım. Yəni biraz yuxuluyordum açığı. Amma nəsə açıqlama vermişdim deyən, özümə sınaq yazanda biraz acımasız oluram ki, deyim daha acımasız olsa bir şey yəni, stoa fəlsəfəsi də elə bilir biraz. Nəysə, yəni buradan 2023 biraz nisbətən çətindir. Onu belə yazmaq olurdu. Yəni fizikadan hər indiyə kimi çətin imtahan düşmür. Hər riyaziyyatdan zorlayırlar. Məsələn, keçən il ikinci şans imtahanı riyaziyyat üçün məncə çətin idi. Həqiqətən yəni samballı imtahan idi. Onu da ondan 30 yazmaq məsələn çətin məsələdir. İsbatı falan asan idi, amma ətraflısı da normaldır. Bu qapalı sualların çətinləri var idi. O ehtimal, oradakı ehtimal sualı məsələn mən hardasa bir 10 dəqiqə fikirləşib yazmışdım. Düz yazmışdım, amma 10 dəqiqəyə cəmaət nə üç dənə sual yazırdı, hə. Biraz ona görə deyirəm, riyaziyyatın üstünə qoymaq lazımdır. Fizika elə dəhşət deyil. Birinci qrupun kimyasında limiti var. Bir limitdən o çətin sala bilmirlər də bu adamlar. Yəni bu birinci qrupun bazası ilə dördüncü qrupun bazası fərqlidir. Dördə düşən suallar bura düşmür, salmırlar. Yəni biri də çətinləşdirməyəcəklər. Mən fikrimcə riyaziyyatı daha çətinləşdirəcəklər. Aydındır ki, elə eləyəcəklərsə riyaziyyatın üstə düşmək lazımdır. Amma hər üçünün də ən çətin versiyasında hazırlaşmaq lazımdır. Amma mənim tövsiyəm nədir? Əgər 3 fəninizdə ortalamadırsa, riyaziyyatın üstə düşün. Fizika ilə kimyadan sadəcə sınaqların içində mövzu boşluğumuz varsa onları doldurun. Mən zaten üçünün də üstündən düşəcəm. Bu qədər imtahan təsərrüfatlarım bunlar idi. Belə deyim, başarısız oldum deyə bilmərəm. Başarılı da oldum deyə bilmərəm. Başarılı nədir? Türkçə, Azərbaycanca daha şimdi uğurlu oldum deyə bilmərəm. Nəysə. Bu qədər fakir telefonumun yaddaşı 3 dəfə pauza verdiyi üçün bu videoların üçünü də birləşdirməliyəm. Ona telefonumu qaynar qızacaq, onsuz da yaydı. Bu qədər. İzlədiyiniz üçün təşəkkürlər. Bu video sizə nə qatdı bilmirəm. Böyük ehtimalla heç nə qatmadı. Mən sizə verəcəm tövsiyə ikinci şansa hazırlaşın. Yaxşı yazsınız da hazır. 400 yazmışsınızsa hazırlaşmanın nə mənası var, amma 400 yazmamışsınızsa hazırlaşın. Sizdən nə gedir? Yəni 400 yazmayan, buraxılışı da yaxşı olan prezident təqaüdünə görə 400 yazmağa hazırlaşsın. Yəni nə bilim, bəlkə də bilmirəm. Öz eqolarını təmin etmək üçün hazırlaşsınlar. O birilər də ki, daha yaxşı universitet üçün. Əgər yox, ixtisasında düşürsünüzsə, yazın. Bir də belə bir şey var da. Ola bilər ki, sizin orada yazdığınız, birinci şansda yazdığınız imtahan ləğv olub. Nə tərsə olub, nə yolda gedəndə avariya düşüb bir şey olub. Ya da ki, bilmirəm, səhv kodlaşdırmısınız və bunun fərqində belə deyilsiniz. Ya da ki, fərqli şeylər olur da. Yəni bəzən elə olur ki, kimyanın cavabını fizikaya kodlaşdırırsan və bundan heç xəbərim yoxdur, ruhum elə duymur, deyirsən ki, partlamışam. Gəlib çıxır 0 falan. Bilirəm, imtahan anında o stres sizi nizamlayır ki, bunu eləməyəsiniz ki, hansı ki, məndə də eləmişdi. Amma yenə də deyirəm, ikinci şansı hazırlayın. Sizdən bir şey getmir. Yəni yaydı da. Düz deyib, adam yayda oxumaq istəmir. Amma mən keçən il ikinci şansı oxumaq istəmirdim. Amma bu il niyəsə oxumaq istəyirəm. Bəlkə də siz də məzun qalsınız, oxumaq istəyirsiniz. Bu qədər. İzlədiyiniz üçün təşəkkürlər. Bye.